Hər bir ailədə söz-söhbət ola bilərdi, düzdürmü? Deməli, güzəştə getməsələr, sabah hamısı asan xidmətdə olacaq. Mən boşanmaq istəyirəm, mən ayrılmaq istəyirəm. Bugün boşanmaların sayı nə çox artıq, qardaş. Bu şeylərə fikir vermədiklərinə görə. Əvvəldən bünövrə düz qurulmayanda, bax belə sevgi, məhəbbət, ülfət, mehribançılıq, qayğı, hörmət qalmayanda sonu asan xidmətdir. Ona görə gərək mehriban olsunlar və güzəştə getsinlər və bir-birlərinə səbirli olsunlar. Səhv addım olanda, ey qadın və ey kişi, Allahdan qorx, belə eləmək olmaz. Allahı sev, Allah belə şeyləri sevməz. Belə bir-birinə nəsihət eləməkləri. Bu da çox mühümdür. Həmçinin ailədə uşaqların valideynlərə qarşı gözəl əxlaq sahibi olması, ata-anaya uf belə demək olmaz. Nə qədər bu haqqda ayələr, hədislər var. Allah Taala öz haqqından sonra kimin haqqını gətirir? Ata-ananın, valideynlərin. Vallahi övlad nə qədər istəsə də sən valideynlərin haqqını verə bilməzsən. O sancının, qadın ki doğuş sancıları var, o ananın o sancısından bir sancın belə haqqını verə bilmir. Bugün valideynlərin üstünə bağıran, qışqıran, haqlarını tapdalı nə qədər övladlar var. Asi övladlar var. Xəbər olsun ki, sabah o da belə bir övladlarla imtahan olunacaq. Övladlar ata-ana ilə gəlib gözəl rəftar eləsinlər, sevsinlər, diqqət ayırsınlar, hörmət eləsinlər, təqdir etsinlər. İnşallah o zaman o ailəyə də Allahın sevgi, məhəbbəti artacaq. Nə qədər ki ailədə mülayimlik var, Allahın sevgi, mərhəməti və bərəkəti də o ailənin üzərində olacaq. O ailədən mehribançılıq, sevgi, məhəbbət qalxarsa Allah qorusun. Deməli Allah Taala yəni sanki o ailəyə bir xeyir istəməyib. Yəni xeyirlərdən məhrum bir ailədir və elə ailələr də nə xeyir tapar gözəl qardaş? Heç bir.